2008-ci ilin dizel mühərrik Nissan Tidasını təqdim edirəm sizlərə. Avtomobilimizin mühərriki 1.4 dizel mühərrik, mexaniki sürətlər qutusu 6 pilləli. Avtomobilin ön hissəsində udarı yoxdur, stoykalar tam olaraq qaydasındadır. Bir dənə arxa sol hissəsində yüngül zədəsi var, kosmetika qaydasındadır. Yalnız bu hissədə gördüyünüz kimi yüngül kosmetik xərci var. Başqa qlobal bir problem yoxdur. Motor, korobka, perodo, çaşka, perodo, kondisioner, peç, hər bir şey işləşdi. Tam olaraq qaydasındadır. Salonu gördüyünüz kimi cırıq söküyü yoxdur. Salon qaydasındadır. Rulavoy əla vəziyyətdədir. Gördüyünüz kimi ön salonda tam olaraq qaydasındadır. Belə bir balaca monitoru var. Salonda bir dənə bu hissədə yüngül söküyü var. Qalan cırıq söküyü yoxdur. Şitinə çatı falanı yoxdur. Bir daha qeyd edirəm. İli 2008. 1.4 benzin dizel mühərrik, mexaniki sürətlər qutusu. Bir dənə o hissədə, gördüyünüz o hissədə, arxa sağ kruloda belə deyək, yüngül zədəsi var. Başqa qlobal bir problemi yoxdur. Kondisioner peç işləşdi. Avtomobilimizin qiyməti 7900 manat. Kimə maraqlısa səhifəmizə qeyd olunan nömrə ilə əlaqə saxlaya bilər. İzlədiyiniz üçün təşəkkürlər.